Müğənnilər Afət Fərman qızı aparıcı Zaur Nəbioğluna video çəkərək müraciət ünvanlayıb. Həmkarı Vəfa Şərifova qalmaqalın onun efirində qabardıldığını bildirən ifaçı tili aparıcıya qadağ qoyub. Dostum Zaur Nəbioğlu üçün bu müraciəti yayımlayıram. Az əvvəl də sənə səs göndərdim. Verilişində mənimlə bağlı şəklimi adımı da yığışdı. Dostluğumuz isə öz yerində qalır. Mən evimdə öz işimlə məşğul olarkən Vəfanı ora çağırıb mənimlə bağlı mövzunu qabartdıqda sənin verilişində mənə şər böhtan atılır. Düzdür ki, mənim cavablandırmağım üçün şərait yaratdın. Amma sən deməliydin ki, Afətin xəbəri yox idi. Burada Vəfa onunla danışmağa başladı. Bunu etmədiyin üçün istəyicilərim stres yaşayırlar. Mənim vecimə deyil. Akulalarla vuruşub qalib olan Afət Fərman qızıya. Mənə veriliş lazım olsa dostlarım var. Tolik Vəfa ilə səndən yaxındır. Ehtiyac bilsə elə veriliş edərdi ki, yer-yerindən oynardı. Reytingi də özü götürərdi. Mənən lazım deyilsə yekəxanalıq kimi çıxmasın, nəinki veriliş telekanal açaram. Buna qüvvəm var.